Evinizi bürüyəcək o möhtəşəm ətri təsəvvür edirsiniz? Bugün sizinlə həm görünüşü, həm də dadı ilə hər kəsi heyran edəcək portaxallı və almalı piroq hazırlayırıq. Əvvəlcə qaba otaq temperaturunda olan kərə yağını, bir çimdik duzu və unu ələyib əllərimizlə umac edirik. Ərzaqların tam miqdarını videonun açıqlamasında qeyd etmişəm. Sonra yumurta, qabartma, vanil və şəkər pudrası da əlavə edib yoğurmağa başlayırıq. Hazır olan xəmiri iki hissəyə bölürük. Biri böyük, biri balaca. Böyük xəmiri yarım saatlıq soyuducuya qoyuruq, balaca xəmiri isə buzxanada saxlayırıq. İndi isə keçirik içliyin hazırlanmasına. Portaxalın qabığını soyuruq və ağ hissələrini də tamamilə təmizləyirik ki, piroqa acılıq verməsin. Və portaxalın içərisində olan ağ hissələrini də təmizləyirik. Əgər tumu varsa, tumlarını da təmizləyin. Məndə tum yox idi və blendera əlavə edib püre halına gətiririk. Almanın da qabıqlarını soyub içini təmizləyirik və kub şəklində doğrayırıq. Portaxal püresindən də yarım stəkan ayırırıq və əsas hissəyə şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq və ocağın üzərində qaynayana kimi qarışdıra-qarışdıra bişiririk. Qaynadıqdan sonra ayırdığımız portaxal püresinə qarğıdalı nişastası əlavə edirik və bu qarışımı da əsas hissəyə əlavə edib qatılaşana qədər bişiririk. Budur, artıq püre qatılaşıb və indi isə ocağı söndürürük və doğradığımız almaları bura əlavə edib yaxşıca qarışdırırıq. İçliyimiz hazırdır. Xəmirin böyük olan hissəsini iki yağlı kağız arasında nazik yayırıq. Sonra isə xəmiri formamıza yerləşdirib üzərini çəngəl ilə deşdəkləyirik. Formamın diametri 28-dir. İçliyi də bura əlavə edib düzləşdiririk və üzərindən də balaca olan xəmiri rəndənin iri gözündən keçirdirik. Əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişiririk. Bişib soyduqdan sonra üzərinə şəkər pudrası səpirik. Bu piroqun dadına söz ola bilməz. Portaxalın təravəti və almanın şirinliyi bir arada. Siz də bu möhtəşəm dadı mütləq sınaqdan keçirin. Bir dilim piroq, bir fincan çay və sevdiklərinizlə olan xoş söhbət. Bundan gözəl nə ola bilər ki? Hər zaman ağız dadınız şirin olsun. Növbəti videolarda görüşənədək hələlik.